İbadət eləyib, çox gözəl. Allah rəhmət eləsin, yaxşı insan olubsa, salih insan olubsa, o demək deyil ki, sən o gəlib köməyə çağırmaz. O özü əgər doğrudan Quran oxuyan olubsa, ibadət əhli olubsa, o bilməlidir ki, Allahdan qeyrisində Quranda yazılıb kömək istəmək olmaz, dua eləyib kömək istəmək. Yenə başlayacaq ki, filan ki, həkimdən mən gedəm dərman istəmirəm, şirk qoşdum. Siz anlayın, şirk nə deməkdir? Gözəl insana şirk Allahdan qeyrisinə qeybdən nəsə istəməkdir. Bu yalnız Allah olmalıdır. Rəşad bəy kimsə qoşdu. Ha buyursun Rəşad bəy, buyurun. Çox sağ olun Sami bəy, mən çıxdım. Sağ olun Teymur bəy, sağ olun. Ha buyurun Rəşad bəy. Salam, hər vaxtınız xeyir olsun. Salam. Valla sual bilirsiniz nədir? Çünki mən dini araşdırıram. Yəni çox yüksək dini savadım yoxdur. Sadəcə olaraq yəni sizin videolarınızı izləyirəm. Yəni məsələ bilirsiniz nədir? Quranda Allah Subhanahu və Taala deyir ki, Taha surəsində səhv etmirəmsə, deyir ki, sırf yəni namazdan gedir söhbət. Deyir namazı məni zikr etmək üçün qıl. Burada əgər biz namazı, yəni sırf namazdan gedir söhbət. Ola bilsin ki, Quranda biz Məhəmməd surəsini oxuya bilərik və ya digər surələr oxuya bilərik. Siz Azərbaycandasınız? Bəli, Azərbaycanda. Hədis inkar edənsiniz? Mən belə deyim də, sırf Qurana baxıram, görürəm ki, həqiqətən necə deyim, yəni hədis və sünnət bilirsiniz necə? Yəni sonradan bu qarışdırılıb, yəni sırf bu dəqiqə İslamı parçalayan şey, İslami məzhəblərə və firqələrə bölünməsinin demək olar ki, səbəbkarının ən çoxu elə hədislər və sünnətlərdir. Nəyə görə deyirəm? Narazı deyil, sizə sual verim, üzr istəyirəm. Narazı deyil, sual verim, tezdən sualı keçərik. Balıq yeyirsiniz? Balıq, bəli. Bilirsiniz də Quran ayəsi ilə qoyunu, canlını, halal olan canlıları Bismillah deyib, kəsib, sonra yeyirik. Misal üçün, qoyunu qoyuruq diri-diri, ölsə onu yemək olmaz, leş sayılır, ölü sayılır, düzdür? Bəli. Balıq isə şərt deyil, balığı görsə gətirib qoyuruq, çıxardıq sudan, onu da belə eləyirik. Qoyuruq quruya, durur orada, ölsə yemək olar, halaldır. Yəni, əgər belə deyim də, bir var ki, məsələn, balığı tutasan, tutduqdan sonra can verir də. O öldükdən müəyyən bir müddət keçdikdən sonra məncə leş sayılır da o da. Onu məncə yemək olmaz hardasa. Məncə deyəndə Quranla, siz deməz bəs Quranla gedir. Nə oldu ki, siz öz məncələrə? Quranda yəni sırf məsələn də haram şeylərə qaldıqda məsələn ayədə var ki, haram şeylər leşdir, qandır, donuz ətidir. Yəni bir də ki, Allahdan qeyrisinin adına məsələn kəsilmiş heyvanlar yuxarıdan yəni yerə çırpılaraq, yəni can vermiş heyvanlar belə deyim. Ki, bunlar leş sayılır. Və yaxud da ki, belə bir şey var ki... Yox, xahiş, bildim hansı ayədir. O ayəni də cavab verərəm, amma istəyirəm ki, o ayəni xüsusi olaraq bu sübut gətirirlər ki, mən sizə yaxşı sual verəcəm. O ayənin başlığında bilirsiniz nə deyir? Babiləş, ayə dedicə bayağı qanlı və s. saydıcı. Bu cəmaat izləsin, eşitsin, eybi yoxdur. İstəməzdim bura gələm, gəldiniz. O ayə oxudunuz bir dəqiqə. Bəli. Hansı ayədir? Bilirsiniz hansı ayədir? Haram olan mən oxumuşam təxmini prosta... Mən sizə deyirəm bu ayəni. Maidə surəsi olmalıdır səhv eləmirəm. Bəli, alə taimin yat'amu. Bir dəqiqə deyim, Maidə... Aça bilirsən, yox. Ənamdır. 6-cı surədə. Ənamın 145-ni aça bilirsiniz bir dəqiqə? Ənam 145. Yox, açığı aça bilmirəm. Çünki yanımda bir yaxşı. Quran yox. Mən onda sizə kömək edeyim. Bir dəqiqə mən açıram, oxuyuram. Bax bu görün bu ayəni deyirsiniz. De ki, mənə vəhiy olunanların içində haram bilmirəm, yalnız bunlar haramdır. Yalnız bunlar haramdır. Bəli. Yeməyi yeyənin yeməyi üçün də, yəni fərqi qida qəbul edən üçün. Bəli. Ölü, fışqıran qan, donuz əti, həqiqətən o nəcisdir, fasiqlidir. Allahdan qeyrisinə kəsilən, kim məcbur olarsa o yalnız yeyə bilər, hədd aşmadan. Həqiqətən Allah bağışlayan rəhim. Bunu deyirsiniz? Yəni başqa ayələr də var, bəli, o da var. Yəni demək olar. Yox, saxlayın, xahiş edirəm. Keçin başqa ayə. Bu deyir ki, de ki, mən heç bir haram görmürəm, yalnız bunları haram say. Haram bunlardır yalnız. Bəli. Bu ayəni qəbul elədik. Bəli. Bu bəs içki yoxdur axı, içki halaldır. Bax hamımız eşidin. Yox, əziz izləyicilər. Haram deyəcəm, gözün gəlirəm. Gözlər maşallah ədəblə danışırıq. Söz kəsmək, bu söz verəcəm sizə. Əziz izləyicilər, hamınız izləyin. Mən istəyirəm bu haqqda xüsusi video çəkəm, amma çəkmədik. Gəldiniz bura, indi yoxdur. İzləyin. Kimlərsə qeyd eləsin ekranı, paylaşsın. Halal xoşunuz olsun da, yəni. Ayə deyir ki, Quranlılar, hədisi inkar edənlər, halbuki Quranlılar dediğiniz kimi Quransızlar da olar. İndi görəcəz sözü. Rəşad bəy də baxsın. İndi ola bilsin haqqı gələr, ayıb deyil. Səhv olar, haqqı gələr, ayıb deyil. Mehriban, ədəblə, ərşənlə biz debat edirik, xeyir istəyirik bir-birimizə. Düzdürmü? Bəli. Əziz izləyicilər, bu ayəyə cavab verim, sonra keçər Rəşad bəy yenə danışsın. Əziz izləyicilər, Məkkə dövründə Məkkə müşrikləri özlərindən qeyri-adi heyvanlar haram eləmişdilər. Nə bilim filan nələrsə neçə dəfə doğarsa, nə olarsa, doğanda dişi doğarsa, erkək doğarsa yox, dırnaqlar belə olursa. Allah burada bildirir ki, Məkkə dövrünün ayəsidir bu. Bəziləri Məkkə Quran hədisi inkar edənlər deyirlər ki, nə fərqi var Məkkə dövrü, Mədinə dövrü? Xeyr, elə fərqi burada görəcəksiniz. İçkinin haram olması əziz izləyicilər Mədinə dövründədir.
Bu ayə Məkkə ayəsidir. Niyə? Məkkədəkilər özlərindən haramlar çıxarmışlar. Fərqli. Bu ayə nə deyir? Ey Məkkəli müşrikləri, yəni özünüzə filan yalandan haramlar çıxarmışsa, indi deməyənlərə burada bundan ayaqqabı çaylar. De ki, ey peyğəmbər, de ki, mən heç nə haram bir şey yeyənə, qida qəbul edən haram heç nə görmürəm. Yalnız bunlardan başqa. Yəni sizin dedikləriniz haram deyil. Haram budur. Ölü. Fışqırıq qan. Fışqıran qan. Necə qan? Fışqıran qan o demək ki, dala azad bunu yemək olar. Bu söhbət budur. Məsəl üçün, ətli kəsmişik, qızarı, kabab üstündə qan olsa yemək olar. Fışqıran qan bir götürüb içmək olmaz. Bax, içki deyib, burada əziz izləyicilər, biri desə ki, burada qulaq asın, hamımız. Biri desə ki, bu içkidən danışmır, yeməkdən danışır, buyurun. Fışqıran qan deyir, əziz izləyicilər, baxın. Deyirsiniz, deyə bilərsiniz ki, burada içkidən danışmır. Birinci, qida deyəndə su da gedir. Özü bilirsiniz də, qida sok da var, sulu maye maddə də var. Desək, yoxdur, baxın. Ölü əti, fışqıran qan, deməli içki də var burada. Donuz əti, onlar haramdır. Rəşad bəy, Allah təala bildirir ki, ey Məkkə müşriklər, özünüzdən çıxartdığınız haramlar var. Deyirsiniz, filan şey haramdır. Onlar deyil haram. Haram bunlardır. Desəz ki, ancaq bəzi, əslində deyirsiniz, Quranlilər, Quransızlar deyir. Yəni, sizə demirəm onlara. Hədisi inkar edənlər deyirlər ki, haram ancaq budur. Mən də deyirəm ki, haram budur, içki halaldır. Niyə bu ayədə içki yoxdur? Desən ki, içki mayedir, deyirəm, burada da mayədən gedir söhbət. Orada qan deyir, fışqıran qan. Və qida olsa, yəni, dediyim kimi, bayağı təkrarlamayayım. Şimdi buyurun, xahiş edirəm, bu ayədirsə, burada göstərən görək, içki yoxdur. Əgər hədis inkar eləmişsiniz, qəbulləmişsiniz, Quranla gedir. Burada içki yoxdur. Burada deyir ki, yalnız haram bunlardır. Belə deyim də mənə qardaşım, yəni mənim sizin qədər dini savadım yoxdur, söz yox. Yəni belə deyim. Yəni müəyyən məsəl üçün din alimlərinin və yaxud da ki müəyyən məsəl üçün kitablarda oxumuşam. Burası məsəl üçün bir çox ayələrdə var ki, məsəl üçün mən indi burada internetdən vurdım süni intellektdən ki, məsəl üçün hansı ayələr haramdır, məsələn çıxardır da burada baxıram. Məsələn Bəqərə surəsi 200 Bəqərə surəsində var. Allah alveri halal, faizi isə haram etmişdir. Məsələn belə bir ayə var. Sonra yaxın qohumlarla evlənmək Nisa surəsi. Yaxın qohumlarla evlənmək. Yaxın qohum evlənmək başqadır. O ChatGPT-dən başqa mövzudur. O biz burada yeməkdən, qidadan danışırıq. Burada qidadan danışırıq. Altda bir yazmışsın, yanlış deyirsən. Yaxşı. İçki ilə bağlı niyə yanlış deyirəm ki? Bu ayə bu ayə deyir ki, haram bunlardır. Əziz izləyicilər, dinləyin. Bu ayələr deyir ki, haram yalnız bunlardır. Bu hədisi inkar edən Quranlara aiddir bu söhbət. Qardaş hədisi inkar edənlərdən deyir. Bu ayə deyir ki, haram yalnız bunlar. Yalnız bunlardır, içki deyirəm halaldır. Cavabınız var. Cavab nə vaxt olur? Bax, indi Rəşad bəy, yox, uzatmayaq da, yoxsa siz 10-cu mən də buradayım, uzatmayaq. İndi cavab nədir, əziz izləyicilər? Cavab budur, Rəşad bəy, dinləyin. Bu ayə Məkkə ayəsidir. Ayənin nazil olma səbəbləri var, əzizlər, onu bilmək lazımdır. Ateistlər də bir dənə şübhə gətirirlər, da deməyəcəm hansı şübhədir. Xəbərlər yoxdur Quranda ayələrin nazil, hədisi inkar edənlər də ayələrin nazil olma səbəblərini bilmədikcə Quranla gedə bilməzlər. Ayənin hər bir nazil olan səbəbini bilməliyik ki, bilək ki, nəyə nazil olub. Yəni müəyyən ayələr var ki, onların səbəbini bilməliyik. Bəzi ayələr var ki, bilməyə ehtiyac yoxdur. Bəzi ayələr var ki, bilməyə ehtiyac yoxdur onun səbəbini, amma bəzi də bilməliyik. Bax, biri budur. Bu Məkkə dövründə özlərindən yalandan haram heyvanlar çıxardanlara gülməli haramlar idi. Bir dəfə erkək doğub, ikinci dəfə dişi doğarsa haram deyil. Orada var da səhibətin hamısı var. Allah bildirir ki, bu ayədə xeyr, o dedikləriniz haram deyil. Haram yalnız budur. Bu bitdi. Quran ayələri birdən-birə hər şey haram deməyib. Sonra hər şeydə vacibdir deməyib. Həcc nə vaxt vacib olub? Namaz nə vaxt vacib olub? Oruc nə vaxt vacib olub? Bunu hamımız bilirsiniz. Birdən-birə olmayıb. Dövrləri var. Məkkə dövrü, Mədinə dövrü var. Məkkə dövrü əsasən Allah Taala kainatın yaranmasından, axirətə inanmasından və s. belə şeylər müəyyən xırda bəzi şeylərdən danışır. Həmçinin bir də budur, halal, haram bəzi mövzulardan. Əhkamlardan, namaz qılınmır, içki içmir, bunların çox danışmır. Yalnız Mədinədə olub. Deməli gözəl insan, bunun cavabı budur. Bu ayə Məkkə dövrü idi. O haram özlərini haram çıxardanlara bu bildirir ki, o haram budur. Mədinə dövrü. Bu hədislərlə bilir. Mədinə Məkkə dövrünün Quranla gedirəm deyən xəbəri yoxdur Məkkə Mədinə dövrünədir. Mədinə dövrü isə artıq gəldi, içki də orada var və digərləri də var. İndi keçək başqa mövzuya, balıq mövzusuna, Rəşad bəy qayıdan balıq mövzusuna. Diqqətlə qulaq asın, xahiş edirəm. Biz haqq istəyirik. Siz o demədə inad bildirəsiniz orada, mən də burada bildirim. Mən deyim, siz deyin, sonra fikirləşin. Bu ayəyə görə baxın, quzunu, toyuğu, başqa halal heyvanı və balığı qoyuruq bir stolun bir yerə. 4-ü, 5-i də can verib ölülür. Bunların içində yalnız balığı yemək. O buradan hamısı leş sayılır, yemək olmaz. Sübut nədir? İndi bura gəlməsin. Hədisi inkar edənlər dinləsinlər. Hədis nədir ki, balıq istisnadır leşdən. Ay əziz izləyicilər, həmvətənlər. Hədis nədir ki, leş olanların içində qoyunun təpəsinə daşla vurub
sərçənin, quşun, sığırçının, nə bilim halal olan o biri quşların ördəyin təpəsinə daşla vurub öldürüb yemək olmaz, haramdır. Yalnız kəsilməlidir, bismillah deyib, qanı çıxmalıdır. Bunun başqa tibbi faydaları var, o başqa mövzudur. Balığın isə təpəsindən döyüb özünüz görürsünüz. Vurub öldürülür, yeyilir və yaxud da qoyulur, öz-özünə ölür, yeyilir. Yalnız balıq da istisna. Rəşad bəy, indi sizə pis çıxmasın, elə dirəşmək üçün demirəm, amma maraq üçün deyim, siz özünüz deyin, hə, yox, sağ ollaşaq. Balığı amma yemək olar, düzdürmü? Yeyirsiniz onsuz. Yəni qoyuruq, ölür, yeyir. Həmin an ölsün, 10 saniyə yeyə bilirik. Düzdür? 10 gün demirəm, 10 saniyə yeyə bilər, düzdürmü? Bəli, bəli. Düzdür. Balıq leş olmaq başqa. Leş başqa. Dinlə leş o deməkdir ki, yəni təpəsinə vurub öldürdülər, o leş sayılır. Və ya da ki, qalıb öldü, leş sayılır. Amma balıq isə leş nə vaxt olur? Leş deyəndə yəni ki, murdar olur, mikroblu, şişir, şişiri balıq. Misal üçün, dənizdə balıq ölüsü götürüb yemək olar. Nə vaxt olmaz? O piləni şişir öz-özünə, üzə çıxıb. O balığın tərkibində mikroblar var ki, ona görə şişib piləni. Misal üçün, onu yemək olmaz. Əgər doğrudan da mikroblar varsa. Yəni ümumi olaraq balıq öz-özünə ölübsə yemək olarsa, bəyə deyir ki, mən ümumən deyirsin ki, o gün keçməsin. 10 saniyə 10 dəqiqə keçib yemək olar, düzdür? Bəli, bəli. Hədisi qəbul etməyin yeməsin. Çünki Quran deyir yemək olmaz. Əziz izləyici, budur bax. Mən iradım budur, demirəm cavab verin. İndi ola bilsin cavab yoxdur, onsuz da cavab yoxdur. Hədislə yalnız balıq istisnadır, gözəl qardaş. Aydın oldu? İndi siz sağollaşaq, 10 saniyəsində sağollaşaq, buyurun. Bəli, aydındır məsələ. Prosta bu Rəşad bəy, buyurun. salam, hər vaxtınız xeyir olsun qardaş. Necəsiz, nə var? Salam, hər vaxt xeyir olsun. Yaxşı, çoxsun. Allah kömək olsun, Allah istəmişəm. Keçən dəfə söhbətimiz olmuşdu. Mən onu araşdırdım. Bu balıq söhbəti atmışdınız ortaya ki, yəni Quranda bir belə məsələ varmı, yoxsa yox. Mən onu araşdırdım. Araşdırdıqdan sonra həqiqətən Qurandan bir ayəni tapdım. Yəni Qurana oxsaq belə, yəni müəyyən ayələr istər-istəməz əzbərən insanın şuur altında qalmaya bilir. Ancaq mən onu araşdırdım, həqiqətən o balıq söhbəti Maidə 96-cı ayəyə əgər nəzər yetirsəz, görə bilərsiniz ki, həqiqətən Allah Subhanahu va Taala öz Quranda ayəsində, Maidə 96 ayəsində bu dəniz məhsullarının halal olduğunu bildirib. Sizə bildirmişdiniz ki, yəni Qurana əsasən deyə bilərsənmi ki, sual əsasında bildirmişsiniz ki, yəni dəniz məhsulları biz bunu ovlayırıq, tuturuq və yaxud da ki, çöldə qalır. Məsələn, yəni bunun halal və haram olması ilə bağlı bir nüansı yəni demişdiniz. Prosta mən onu demək istəyirdim ki, yəni həqiqətən onu mən araşdırdım. Yəni tapdım ki, həqiqətən Quranda belə bir ayə var. Yəni özünüzlə nəzər yetirə bilərsiniz. Ayən bilirəm, bir də deyin zəhmət olmasa sualı bir təkrarlayın. Elə bir ki, dəniz məhsullarının halal və yaxud da ki, haram olması ilə bağlı müəyyən Qurandan ayə varmı, yoxsa yoxmu? Yəni onu belə bir sual idi. Allah Teala Quranda bizə qoyunu halal eləyib. Halaldır qoyun. Qoyun halaldır deyəndə ki, məsələn Allah Subhanahu va Taala haramları bildirib ki, qandır, donuz ətidir, Allahdan başqasının adına, yəni Allahın adı çəkilmədən kəsilən heyvanların ətidir ki, yəni bunlar yəni haram sayılır. Yəni bunlar haram sayılırsa, yerdə qalan hər şey halaldır. Amma o demək deyil ki, məsəl üçün it əti deyək ki, halaldır. O demək deyil ki, o halal olan hər şeyi biz yeyə bilmərik. Yəni halal olan hər şeyi biz yeyə bilmərik. Yəni it əti halal yoxsa haramdır? İt əti haram deyil, çünki Quranda elə bir şey yazılmayıb. Elə odur da Quranilər ona görə hədisi inkar edənlərdir ki, deyirlər ki, it əti halaldır və yaxud da digərində keçməyəm ora, meymun əti olsun və başqaları. İndi gör nə deyirəm gözəl qardaş. Quranda siz dediniz ayə uhillə lakum saydul bəhri. Dəniz ovu sizə halal edildi. Mən də sual verdim ki, burada kəsilməsindən danışdı yoxsa ümumi olaraq dəniz ovu bizə halal edildi deyir. Dənizin yəni ümumiyyətlə siz dediniz ki, yəni biz balığı tutub yeyirik də, onu yəni bismillah deyib kəsib yemirik. Siz dediniz ki, yəni bu halaldır yoxsa haramdır? Yəni belə bir sual var. Siz də dediniz ki, Quranda, yəni Qurandan gətirə bilərsən belə bir ayə. Dediniz ki, yəni Quranda yoxdur, amma hədisdə var. Gözəlsən, mən nə deyirəm? Quranda Allah Teala bizə qoyunu, inəyi halal edib. Kəsilmək qaydası başqadır, halal edib, haram edib başqa mövzudur. Siz indi gətirmişsiniz ki, Quranda ayə var ki, dənizdəki misal üçün deyə balıq halaldır. Yaxşı, bildik halaldır. Biz demirik ki, haramdır. Dənizdəki balıq halaldır. Bəs Quran ayəsi var, ölmüş heyvan yemək olmaz axı. Təpəsinə vurulub nəyinsə, çomaqla, çubuğuna, əsa ilə vurulub ölən heyvan yemək olmaz axı. Bu haram sayılır. Təpəsinə nəsə vurursansa, daşla vurursansa, iki qoç bir-birinlə döyüşübsə, dağdan, dərədən yıxılıbsa, ölübsə, kəsilmədən öncə ölübsə, bu haram sayılır, leş sayılır. Siz deyən ayə gözəl, diqqətlə qulaq asın mənə. Yəni haqqı istəyən insan bu yaxşı belə araşdırma eləmək yaxşıdır. Gedirsiniz, araşdırırsınız. Biz də bilmədiyimiz var, araşdırırıq, ayıb deyil ki. Amma inatçılıq eləməyin amma. Siz deyən ayə
balıq halaldır mənasına gəlib çıxır. Amma kəsilməyi, ölüsü, dirisi, nəyi halal, nəyi haram o demir gözəl insan. O sadəcə olaraq balıq halaldır, yaxşı halaldır. Qoyun da halaldır, inək də halaldır. Halal da o demək ki, diri-diri yemək olar bəyəm. Diri-diri bəyəm inəyi hətta harasında quyruğunu kəsib yemək olmaz. Qoyunun kəsib yemək olmaz. Bismillahla kəsilib sonra yeyilməlidir. Yəni bəziləri ola bilməz. Qoyunun misalında deyək ki, quyruğundan piyin kəsim yeyim, elə olmaz, o haram sayılır. Yalnız bismillahla kəsilir, sonra yeyilir heyvan. Həmçində bu siz deyən ayə cavab isə bunun kimsə demişdisə, adını desəz lap yaxşı olar. Adını deməsəz bilin ki, o adam özü elə düzgün bilmir. Güya fikrində elə gətirib cavab verir, amma cavab deyil. Yox, O mənə ayə- qardaşım, o- belə o- deyim o- də, o ayə onu sübut açığı edir. mənə heç kim deməyib. Mən özüm araşdırıram həmişə. Məsələn, dini mənə sual atmışdınız. Məsələn, mən onu tam sizə cavablaya bilmədim. Prosta yəni cavablaya bilmədiyimə görə də mən getdim onu özüm internet üzərindən araşdırdım. Və Gözəl. gördüm ki, həqiqətən Quranda Maidə surəsi 96-cı ayədə dediniz. Allahın kəlamı var da. Yəni biz Allahın kəlamını inkar edə bilmərik. Məsəl üçün hədislərin çoxsu zəndir. Belə deyə bilərik ki, biz zənnə etibar edə bilmərik. Ancaq Quran faktiki Allahın sözünü olduğunu bilirik və şahadət, yəni biz buna inanırıq və buna iman gətirmişik. İman gətirdiyimizə Bəli, görə yəni biraz Allahın uzun sözünü inkar edə eləməyək, bilmərik. mövzuya başlamaq istəyirəm, gəlirlər izləyicilər. Bu ayə, balıq ayəsi halal olduğunu bildirdi, yaxşı. Amma necə kəsilməlidir, kəsilməlidir, yox kəsilməli deyil, onu bildirmədi. Bunu gəlin qəbul edək. Halal başqa ayəni şeydir. açın, bircə dəqiqə zəhmət olmasa, çox-çox üzr istəyirəm. Bir dənə ayəni açıb, yəni tam dəqiq özüm də belə əzbərən bilmirəm. Yəni prosta nəql olaraq bilirəm ki, Mən demişsə, Maidə 96. Uhillə lakum saydul bahri və ta'amuhu mata'an lakum və lis-seyyara. Dəniz ovu sizə halal edildi və onu yeməyi. Bəli. Aha. Maidə 96. Bircə Və dəqiqə həmçinin istəyirəm. seyyara. Deməli, sizə və yolçulara fayda olmaq üçün dəniz ovu və onun qidası halal edildi. Ehramda olduğunuz müddətdə O isə artıq başqa bu mövzudur. ovu sizə haram edildi. O Quran, Hüzuruna toplanacağınız Allahdan qorxun. Yəni burada belə bir məsələ var ki, mənə qardaşım. bu ehram Biz məsəl üçün balığı- ehram nə mənə verirdi burada? balığı- Burada ehram, burada Balığı ehram nə indi mənası? Allah Hərdən sualı da dinləyin. Burada ehram nə mənası verirdi ehramda olduğunuz zaman? ehram nə mənası verir? Aha. Bircə dəqiqə onu da araşdıraq. Ehram nə? Yəni, Ehram həcc araşdıraq və olursa- ümrə, həcc və ya ümrə ibadətinə başlayan müsəlmanın daxil olduğu xüsusi ibadət halıdır. Həcc və ya ümrə ibadətinə. Və o Yəni, geyim, həcc vaxtı. xüsusi geyim var ha. Bəli. O geyim var da, geyim də var. Ehram o demək ki, onu o hac ümrədə olanda o ehramı geyinir. Həm iki mənası var. Həm o, həm də şu. Amma ki, bunu hədisi qəbul etməyənlər bu ehram sözünü yozurlar, başqa məna verirlər. Va biləsiniz Rəşad bəy. Hədis qəbul etməyənlər, indi siz sözsüz ki, ağıllı insan kimi hər şeyi inkar eləmirsiniz, siz olur. Hədis qəbul etməyənlər bu ehram söhbəti ümumən başqa məna yozurlar, deyirlər ki, başqa mənadır. Bu belə. Qaldı ki, sizi deyən ayə qısa deyək, mənim cavabım budur. Siz deyən, bəli, sübutdur ki, balıq dəniz məhsulu halaldır, amma yeyilməsi, kəsilməsi, ölüsü, dirisi halal, haram necə olmalıdır o yoxdur. Necə ki, Quran ayələri var ki, Allah bizə bildirir ki, imtihan olar, bizə minnət olar. Yəni bizə nemətin sayaraq bildirir, heyvanlar sayır filan filan filan. Minirsiniz, gəzirsiniz və halal etdi Allah Taala. Bu o demək deyil ki, halal etdiyindən yedik. Yeyirik, halaldır. Necə halaldır? Qaydası var. Kəsilmək, bismillah kəsmək. Orada bir sual verir, qiblə vacib deyil sizə. Qiblə tutumu əlbəttə ki, var. İslamda qiblə tutulur, Kəbəyə tutulur baş kəsilən, amma biri tutulmazsa, yəni ölü haram deyil. Yəni üzü qiblə tutmaq müstəhəbdir, amma qiblə tutmadan kəsərsə, amma bismillah demək vacibdir. Bismillah demək vacibdir. İndi mənə qalır, belə bir şey var da. Məsəl üçün Allah haram buyurub nəyi? Qanı, donuz ətini, Allahın adına kəsilmədən, adı çəkilmədən kəsilən heyvanları. İndi məsələ budur ki, biz qoyunun başını bismillah deyib qibləyə tutub kəsə bilirik. Amma məsələn balığı biz tuturuq, yəni torla tuturuq. Balıq elə heyvandır ki, yəni suda yaşayan heyvandır da. Yəni o sudan çıxan kimi yəni tez ölmə ehtimalı var. Və yaxud ki biz onu torla tutanda, yəni onun tez ölmə ehtimalı var. Ona görə Allah bizə dəniz ovunu yəni halal eləyib. İndi qaldı ki o leş məsələsinə, əgər balıq çöldə qalıb leş olubsa, əlbəttə ki o haram sayılır. Çünki Allah yəni istəyir balıq olsun, istəyir qoyun olsun, hər hansı bir heyvan olsun. Leş mənası dinimizdə leş o deməkdir ki, kəsilmədən ölən bir şey deməkdir. Çöldə qalıb leş olub o demək deyil. Üstünə 2 il keçsin, 5 saat 5 saat yəni bir neçə gün keçsin ki, leş iyilənsin. Xeyr. Dinimizdə heyvan kəsilmədən ölürsə o leş sayılır. Meyit. Budur. Leş belə götürək. Allah bizə ağıl verib də. Məsələn, necə ki Allah Subhanahu va Taala Məhəmməd peyğəmbərə kitab və hikmət verməyib. Gəlin belə eləyək ki, sağollaşaq, artıq uzadırıq. Cünisdə danışırıq. Bu ayə balıqdan danışır, halal haramlığını danışdı. Kəsilmə qaydasını demədi. Quran ayəsi deyir ki, sizə yəni ölənlər haramdır. Ölü ət yemək haramdır.
Biz də deyirik ki, hədisi qəbul eləməyəndə balıq yeməsin. Ya da yeyirsə yeməsin, bismillah deyib başını kəssin, sonra yesin balığı. O da gülünc gəlir. Yəni ki, bu sübutdur ki, hədisin açıq-aydın hədisi var ki, Allah Taala bizə 2 ölünü halal etdi. 11-i də həmin o balıqdır. Yəni hədis bizə Quran ayəsini açıqlama verir ki, bu istisnadır. Allah Rəsulü sallallahu aleyhi və səlləm sözsüz ki, uca Allahdan gələn vəhiy vasitəsilə bizə bildirir ki, balıq istisnadır ölülər içində. Bunu hədis bildirir. Hədis olmasa Quranı qəbul edirəm, yalnız hədisdən getmirəm deyənlər balığı kəsib yesinlər. Qısa cavab bu idi. Sizin dediyiniz ayə balığın kəsilmə, ölmə, dirilmə qaydasını demir. Yalnız deyir ki, halaldır. Halaldır. Quranda qoyun da halaldır, inək də halaldır. Yeri gəldi məsələn Allah zina məsələsini, Allah zina məsələsi belə bir məsələdir ki, yəni geniş bir məsələdir də. Yəni zina məsələsi. Allah məsələn onu bir dənə zina sözü ilə, yəni belə çıxması yəni zinanı təsəvvür edəndə bir çox mənalara gəlir də. Allah onu açıqlamasını vermir. Amma zina yazıbsa biz başa düşürük ki, zina nə deməkdir ki? Yəni zina budur, bu kimi şeylər demək. O mövzu başqa idi, cavab verdim. Cavab verdim, sağ olun. Məsələsinə geniş lazım olsa o ki dəniz məhsullarına mən görürsüz ki, qısaltmaq istəyirəm. Bu da olmalı. Artıq biz demək istəmirəm, o sözü işlətmək istəmirəm. Deyirəm sağollaşa elə uzadırsınız. Belə bu axır yaraşmır axı. Deyirəm sağollaşa. Cavabı verdim ki, budur. Bu ayə Quranda balığın halal olmasını bildirirsə, dəniz məhsulunun necə kəsilməsini bildirmir, necə kəsilməsini bildirmədi. O budur. Aydındır? Necə kəsilməsi varsa göstərərsiniz. Elə bir ayə varsa göstərərsiniz. Gələn dəfə qoşulun, deyin ki, kəsilməsi də var balığın. Siz onda belə deyin də, yəni Quranın tamamlığına inanmırsınız da. Sağ olun. Sağ olun, uzatmayın. Biz mən söndürmək istəmirəm, bax istəyirəm ki, mehriban sağollaşa. Sağ olun.